Həmçinin etiqad eləməlidir ki, tövhid el-ilahiyyə və ya uluhiyyə və ya ubudiyyə, yəni uluhiyyə tövhidi, o da Allahı ibadətdə təkləşdirməkdir. Allahı ibadətdə təkləşdirmək, yəni qulun Allah üçün etdiyi feilləri və ya ibadət adına etdiyi feillərdə qəsdi yalnız Allah olmalıdır. Əgər bu qəsd Allahdan qeyrisinə sərf olunarsa, artıq tövhidə xələl gəlmişdir. Necə ki, əgər insan yaradılışdan və ya öldürməkdən hansısa bir sifəti məxluqa nisbət eləyərsə, Allahın rububiyyətinə, Rəbb olmasına xələl gətirmişdir. Və sonra tövhid, əsma və sifət, Allahın ad və sifətlərində olan tövhid, o da Allah Taala'nın adlarında və sifətlərində kamil olması və bənzəri və oxşarı olmamasıdır. Yəni, isbat eləməsidir ki, Allah Taala görməyində təkdir, eşitməyində təkdir. Allah Taala məxluquna bənzəmir, onun şəbihi yoxdur, bənzəri yoxdur, oxşarı yoxdur. Bu tövhidin istilahi mənasıdır.